Bugün sınaq yürüyüşünə Lincoln Co. 08 120 Halo modelini götürmüşəm və onun haqqında sizə danışmaq istəyirəm. Avtomobili sınaqdan rahat keçirmək üçün ilk növbədə onun batareyasını doldurmaq lazımdır. Bunun üçün biz iVolt'un dərnəkliyindəki ən böyük hubuna yol tutacağıq. iVolt'un dərnəyi yolun üzərində ən böyük hub'ı var. Burada eyni zamanda 31 dənə avtomobil doldurula bilər. Burada hətta 240 kW, 180, 150, 90 müxtəlif doldurma stansiyaları var. Eyni zamanda 31 avtomobil batareyasını doldura bilər. Biz də indi ondan istifadə edib avtomobilin batareyasını doldururuq. Artıq QR kod skan eləməyə ehtiyac qalmır. iVolt stansiyasında qoşulandan sonra həmin kasanı, yəni hub'ı tapıb keçirik və burada doldurma stansiyası növünü seçəndən sonra həmin stansiyanın, yəni doldurulma aparatının qoşulduğunu göstərir. Burada hazırlanır yazır və bunun üzərinə basandan sonra isə seçəndən sonra başla eləmək olar. Yenə də doldurma başlayacaqdır. Lincoln Co. nə brenddir? Bu Çinin Geely markası ilə Volvo Cars şirkətlərinin ümumi bir proyektidir və Lincoln Co. markası İsveçdə qeydiyyata alınıbdır və İsveç markası da demək olar. Sahibi isə Geely Groupdur. Maraqlı tərəfi odur ki, Lincoln Co.'nun dizaynı məhz Avropada, İsveçdə hazırlanır. Göteborgda yerləşir baş ofis. Premium marka olaraq gənclər üçün nəzərdə tutulubdur. Plug-in hibriddir. Burada iki növ doldurma imkanı var, sürətli və standart. Avtomobilin batareyası 21 kW-dır. Bu da təxminən söylədiyim kimi 120 km nəzərdə tutulsa da 100-105 km getmək olur. Və ən əsası da çox qənaətçildir. Deyilənə görə cəmi 1.5 litr yanacaq sərf edir. Avtomobil 1.5 litr turbo mühərriklə təchiz olunubdur. Ümumiyyətlə avtomobilin gücü 381 at qüvvəsidir. Diqqət çəkən detallardan biri də sport kupeləri xatırladan çərçivəsiz qapılardır. Harman Kardon 23 dinamikli, yüksək keyfiyyətli Vanos stereo 3D səsləndirmə audio sistemi ilə təchiz olunub. Sükan isə antibakterial dəri ilə üzlənib. Oturacaqların arasındakı konsoldakı saxlanc qutusu yetərli qədər dərindir və böyükdür. Panorama açılan tavanı çox sevirəm, çünki salonu işıqlı edir. Arxa oturacaqlar nappa dəridəndir, ventilyasiya qızdırıcı və masaj funksiyaları da var. Burada oturmaq da rahatdır, tam olaraq ayaqların böyük hissi var. Mənim boyum 1.78-dir. Bu qədər ayaqlarda yer qalır. Odur ki, oturmaq rahatdır. Uzaq yollarda da rahatçılıq olacaqdır. Ön idman oturacaqları da perforasiya olunmuş nappa dəridəndir. Onlar da masaj, soyutma və isitməsi var. Başaltılarda dinamiklərin olması. Telefonla danışarkən və yaxud da ki, musiqiyə qulaq asarkən səs düz qulağın dibində olur. Bagaj hissəsi şəhər sakini üçün yetərlidir. Böyük əşyaları qoymağa ehtiyac olarsa, arxa oturacaqları açaraq 2 dəfə böyütmək olar. Yan güzgülərin forması da qeyri-adidir. Adətən bu güzgülər qapıya birləşik olur, amma burada isə ayrıca dirəkdə yerləşir. Bunun da səbəbi aerodinamikadır. Bu hissə isə güzgü ilə birlikdə hərəkət edə bilir. Avtomobilin xarici görünüşünə və interyeri ilə tanış olduq. İndi isə onun dinamikasına baxaq. Avtomobilin sürətlənməsi rəvandır. Texniki məlumatlara görə 0-dan 100-ə 4.6 saniyəyə sürətlənir. Amma reallıqda əlbəttə ki, bu biraz daha çox olacaq. Sükan yumşaqdır, oturacaqlar rahat, döngələrə rahat girir. Bir sözlə Volvo tərzindədir. 08-in dizaynı İsveçdə hazırlandığı üçün diqqət çəkir, daha çox Avropa avtomobilinə bənzəyir. Sahibi Çin holdinqi olsa da avtomobildə Avropa DNT-si hiss olunur. Bəs o Çin avtomobildir, yoxsa İsveç? Bu suala isə siz cavab verin. Avtomobili çəkilişlərə təqdim etdiyi üçün Lincoln Co. Azərbaycana öz təşəkkürümü bildirirəm.